Azıqlar. Azıqlar. Çelişkalar azıqdır. Yaxşı mamanız yemeğini yesin. Mamanız yemeğini yesin. Güzelim güzelim güzelim. Dostlar salam. Hər birinizi xoş gördük. Sabahınız xeyir olsun. Kanalımıza xoş gəlibsiz. Ha dostlar, demək yenə həmişəki kimi, həmişəki qayda ilə, həmişəki gedişatla yenə biz öz işimizə davam edirik. Dediyim kimi təsərrüfatımızın əksəriyyəti keçidir, daha doğrusu sort keçisi yox, o alpindir, sanindir, yaxud da hələb keçilər yox, sırf bizim öz bildiyimiz yerli keçilərimiz hansıdırsa, bax onlardan təsərrüfatımızı inşallah o yönə istiqamətləndirmişik. İçində var bəzilərindən, sanin keçilərindən var, bir-iki dənə hələb olmalıdır. Amma ki, belə üstünlük olaraq bizim bildiyimiz yerli keçilər hansıdırsa ondan almışıq südünə görə. Onu da içindən seçmişik də, dediyim kimi südlü olanlarına nisbətən onlardan almışıq ki südü, soğanı yaxşı olsun. Dərimiz də yallarını içsinlər. Açaq gedək heyvanı aparaq örüşə. Marinin balaları oynuyor diye yavaş yavaş birlənib diye istəyir balalarla oynayır. Ne kadar daraştılar. Yeri süt kutardı, yerəm yeri. Gəlin gəlin. Ha dostlar, bir daha sabahınız xeyir olsun. Allah hamının malına, mülkünə, ömrünə bərəkət versin inşallah. Heyvanı açmışıq. Gedir görüşü. Basar! Basar, Gülaha! Ha dostlar, bak bu it de ben geldiğim firmanın, bak bu yatağın itidir. Bu hansı qancaqdır, mən deyim sizə. Qabaqcadan bizi izləyən yoldaşlar var, tanıyardılar. Yadlarına düşər bəlkə. Duman var idi məndə, quyruğu kəsik. Eyni bu bitdə bir şey idi. Bax onun anasıdır. Ha bak bu qancaq onun anasıdır.
Ha dostlar, demək bizim də ölçümüz buralardır. Buralarda gedirik heyvana. Otda bir 10 gün zad olar, 10-12 gün olar. Bax belə bozarıb. 15 gün deyək də. Yavaş-yavaş ot qayıdır, bax belə deyim də. Arada bir yağışdan zaddan o suydu. Yine ot biraz gec qaydardı yine heyvan. Düzdür, ot var, kərəminə şükür. Allah'a çox şükür. Ot yaxşıdır. Sadəcə olaraq tez yanmayardı da. Basar da yavaş-yavaş irlənibdir ki, baxıram ki, batıra bir şey qalmır satma. Ha dostlar, demək bu heyvanı bura gətirdiyimiz müddətdən bəri neçə dəfə ilan öldürmüşük. Sayın da bəlli dönən neçəsini öldürmüşəm. Öldürdüklərimizin də hamısı yatağandır. Yəni biz yatağan deyirik elmi dildə. Adı kürcə olmalıdır, səhv eləmirəmsə. Bəzi bölgələrdə kürcə deyir. Amma biz belə yatağan dedik də o ilana.
Bizim heyvanlarımızın da bəzilərini ilan vurmuşdu. Bir çəpişi əmələ gətirə bilmədim, öldü. İynə, dərman. Nə qədər belə müdaxilə elədimsə, çəpiş 3-4 gün yaşadı. Ondan sonra öldü. Və ona görə biraz ehtiyatlı olmaq lazımdır. Yay sezonunda heyvana gedənlər, qoyuna gedənlər gərək biraz özlərini gözləsinlər də. Bizim bu tərəflərdə də heyvanı gətirdiyimiz örüş yerimizdə maşallah olsun yaxşı qaratıkan var. Qaratıkan kollar çoxdur. Heyvan da ki, xüsusən də keçilər daraşıq yeyirlər. Bu saatda qaratıkan ilə vaxtıdır ki, çiçək sümbül veribdir, ağırlaşıbdır, biraz aşağı yatıb, sapsarı. Yaxşı çiçək var, baldadır bu saat keçilər, onu elə yeyir ki. Bu saatda keçinin qaratıkan yeyən vaxtıdır da, indi 20 gündən sonra 15 gün, 20 gün nə yiyirsə odur, ondan sonra o çiçəklər qalınır, bərkir, toxumlayır. Düzdür, onda da yeyir yeməyinə, prosto. Ancaq ki, indiki vaxtı ayrı şeydir də, indiki vaxtı bu saat paramı belə deyim də, enerjidir, qidadır, qandır. Onu nə qədər çox yiyirsə, o qədər südünə də, ətinə də xeyri var. Artıq yavaş-yavaş hava isinir, biz də heyvanı otara aparırıq arxaca. Öz xodunu otluya geçsin. Belə davam basaraq haylamağın bir adı yoxdur da, elə ancaq bir saat otluya gedəcək. Heyvan gətirək suya, heyvan susuzdur. Yaydı daha bundan sonra gündə bir 3 dəfə, 4 dəfə, bəzən də olur 2 dəfə suya salaraq ki, su içsinlər. Susuzdur heyvan. Gözləri daraşıb gedir su içməyə. Heyvan suyunu içsin. Yavaş-yavaş da aparaq gedək. Hava istidir. İtlər də daha istidən yani. Bunların çinməyinə bax. Ha, çimirsən ma. Ha basar. İsti yandırır sizi. Bir suda oturur. Heyvan çekmeciyle. Fermiyə yavaş-yavaş çatırıq. Heyvanlar da otlasın. Biz də gedək qabağla qapısına çaq. Bir çay içək, ona kimi gələcəkdir. Bu da alma ağacıdır.
Hələ onun yetişməyinə var. Yəqin ki biraz keçəndən sonra yeyiləsi olar. Bu da alçadır. Cır alçadır prosta. Peyvənd deyil də, biz göycə alçası deyil. Biz peyvənd deyirik ya göycə alçası deyirik. Başı da doludur. Bunun tam yeməli vaxtı qıpqırmızı olur, içi də toluq kimi. Onda qəşəng dadı olur, tam olur. Bu da armud ağacıdır. Başı da doludur maşallah, yaxşı gətirib. Prosto hələ zəhər dadır, yeyiləsi deyil. Daş armududur, yoxsa payızlıqdır, nədirsə başımız. Sezonu deyil, sezonu. Heyvan gələnə kimi beçərə biraz tut yeyək. Hele. Daha gün ortada qapıya gəlmişik. Heyvanımızı rahatlayaq, bir qismət çörək yeyək. Allah'ın köməyindən akşam yenə açacaq. Akşam saat otarmağa inşallah. Dostlar, demək gün ortada dediyim kimi heyvan gətirmişik həyətə, fermiya. Qismət naharlandı, çörək yedik. İndi birazdan da keçilərimizin sağımı olacaq. Gün ortada biraz istirahətimiz olur. Sonra yenə axşam saat 5'də də heyvanımızı açırıq. Otarmağa, örüşə. Dünən dediyim kimi səhər, gün axşam, bəzən də gün orta əmizdirik. Bax bu vaxtları bir dəfə də süd veririk. Yumurta, süd qarışığı ki, küçüklər süddən doymur, daha az olmasın yemləri. Çirmir bak bana. Hala az gel. Yürü. Aparaq suluya. Hava çox isti, 6'ya qalıb hələ. Yağlı oyun. Günün yağlı oyun deyirlər. Hələ sengimir. Gilasımız da var bizim. Bəh. Biz şipanka deyirik buna. Bilmirəm sizin bölgələrdə nə deyirlər. Gödək saplaq şipanka.
Dostlar da çimir. O başa. Çimirsən məyə? O bu sağını. Batır da orada çimir. Yazıq qananlası adı istidə. Batır. Gidelim mi boyuna? Yaman çektikçe. Basar qoyunun içindədir. Qabaqla gedişatı. Nəzarət edir gedişata. Batırdı. Batır gəl. Bir gözünüm gəl. Ha dostlar, demək olar ki artıq axşamdır, indən sonra da ancaq olub elə heyvanı irəli geri hərrici ki axşama kimi bekara otlasınlar. İtlərimizdən də basardı, batırdı mənlə gəlir pastayını qoyuna. Bir də ki dediyim o boz qancıqdır, o da ta əvvəldən bizi izləyənlər bilirlər. Demişəm də quyruq kəsi itibarı məndə elə bu fitdə, bu tipajda. Duman onun anasıdır. O da bizdən burada yoldaş var onun. İtidir də bax belə deyək. Mən o vaxtı dumanı ilə buradan almışdım. Qancan balasıdır. Mari də sağlı olsun, küçüklərin bir ayı olsun. Allahın köməyi ilə hələ bir aylıq deyirlər. Bir ayları olsun. Ondan sonra tam konkret küçüklərin yanından ayıracağım. Bəzi iğnələri də var, onları da vurmaq lazımdır ki küçükdən ayrılandan sonra o doğuşda olan problemlər ki var, balalığında o infeksiya, zat, ağrı, bəri, xırda para şeylər qalıqdırsa, parazitlər, mikroblar hamısı çıxsın, getsin, növbəti səfər sağlı olsun. Bala götürmək vaxtı çatanda, kürsək vaxtı problemlə qarşılaşmayaq, küçüyü atması zad olmasın. Ona görə müalicə eləmək lazımdır. İnşallah ki yeni videolarımız da olacaq, izləmədə qalın. Bir müddət, ay yarımca, belə təxmini 2 aya yaxın videolarımız olmayıb. Kanalımız boş qalmışdı. İnşallah indən sonra videolarımız davamlı olacaq. İzləməyə davam eləyin. Kanalımıza da abunə olmağı yaddan çıxartmayaq. Kimin sözü sualı olsa qeyd eləsin. Allahın köməyi ilə yeni videolar ilə görüşmək ümidi ilə inşallah görüşərik. Sağ olun. Allah amanında.